hər evliliyin sonu xoşbəxt bitmir. Ona görə evlilik zamanı boşanmadan da danışmaq lazımdır. Pessimizmə salmaq üçün yox. Ona görə ki, boşanmanın qabağını almaq üçün. Yəni, boşanmanın səbəbi, sən onların hamısına baxanda görürsən ki, onların bir çoxu evlilikdən əvvəl nəzərə alınmalıdır. Yəni, orada elə səbəblər var ki, məsələn, boşanmaya gətirib çıxardan ən böyük səbəblərdən biri fərdlərin ideoloji baxışlarının tamamilə zidd olması, psixoloji olaraq bir-birlərinə uyğun olmaması, gələcək planlarının tamamilə əks olması. Bu mövzular evlənən vaxtı müzakirə olunmalıdır. Çünki sən artıq evlənmisən, artıq övlad sahibisən və boşanmaya doğru gedirsən, mütaliə edirsən, gedirsən psixoloqun yanına və o deyir ki, sağlam ailə üçün bu şərtlər lazımdır və sən baxıb görürsən ki, o şərtlərin çoxunu düzəltmək mümkün deyil. Bir insanın temperamentini, xasiyyətini dəyişmək olar. Yəni, bu o qədər asandır. Ona görə evlilikdən əvvəl getmək lazımdır və boşanmamaq üçün mən hansı addımlar atmalıyam? Bir məqamı da istəyirəm burada deyim ki, nəyin bahasına olursa olsun ailəni saxlamaq fikri də yanlışdır. Yəni, insan elə bir yerə gəlib çıxır ki, boşanmaq həqiqətən son və düz çarə olur.